Dövlət Akademik Filarmoniyasında kamera musiqisinin zərif notları ilə romantik ab-hava canlandı. Dövlət Simli Kvartetinin iştirakı ilə keçirilən 2 hissəli konsert klassik musiqinin incə ahəngi ilə yadda qaldı. Konsertin birinci hissəsində xalq artisti Murad Gözəlzadə görkəmli Alman bəstəkarı Robert Schumannın əsərini yüksək peşəkarlıq və dərin emosional ifadə ilə təqdim etdi. Burada 19 il işləyirəm, hələ ki kvintet belə 5 nəfər ki, bir simli kvartetlə piano, belə konsertlər çoxdan olmayıb və bu belə fikirləşdi Fərhad müəllimdən ki, yeni il qabağı belə gözəl proqramla, çox gözəl musiqi ilə və bu ilimizi bitirək. Romantik dövr musiqisinin ən parlaq və təsirli nümunələrindən biri sayılan 4 hissəli piano kvinteti, sevginin mərhələlərini incə lirika, daxili qarşıdurma və sonda əldə olunan harmoniya vasitəsilə ifadə edir. Piano ilə simli alətlərin ahəngdar dialoqunu əks etdirən konsertdə administrasiyanın humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərah Əliyeva və xalq artisti Polad Bülbüloğlu da iştirak etdi. Mən çox sevinirəm ki, bizim doğma filarmoniyamızda elə gözəl konsertlər keçirilir. Sırf belə klassik kamera konsertidir və bizim görkəmli pianoçumuz Fərhad Bədəlbəyli gözəl proqramla bir də onun şagirdi olan, artıq özü müdir, bədii rəhbər olan Murad Gözəlzadə çox gözəl kvintet çaldılar. Musiqili axşamın ikinci hissəsində səhnə xalq artisti Fərhad Bədəlbəyliyə həvalə olundu. Johannes Brahms'ın zahiri sakitliyin kölgəsində gizlənən daxili mübarizəni əks etdirən piano kvinteti birinci hissədən fərqli olaraq romantik musiqiyə gərgin və düşüncəli bir xarakter bəxş etdi. Xalq artistinin ifasında klassik romantizm, ülvi məhəbbət, ağrı, ümid kimi mürəkkəb hisslər vasitəsilə ifadə olundu. Romantik konsert Schumannın işıqlı lirizmini və Brahms'ın fəlsəfi dərinliyini eyni səhnədə birləşdirərək musiqi sevərlər üçün yadda qalan bir kamera musiqisi axşamına çevrildi. Arzu Yosef, Nuran Ələkbərli, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.